Almanya Telmanlı 1992-ci il sentyabrın 1-də Şərif rayonunun Yencizi kəndində anadan olub. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alır. Azərbaycan ordusunun baş leytenantı olan Allahyar Telmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Allahyar Telmanlı oktyabrın 9-da Cəbrayılın azad edilməsi uğrunda şəhid olub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 15-i 2020-ci il tarixli sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi ciddiyi və şücaətini nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-ü 2020-ci il tarixli sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra Cəbrayılın azad olunmasına görə medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2021-ci il tarixli sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra igidliyə görə medalı ilə təltif edildi. Allah rəhmət eləsin. Ramik deyir məndən danışdı, dedi gözlə bizi sahiblasından belə 8-ci gecə abudda. Dedi gözlə ki, bizi sahiblasından belə mən səninlə danışacağım. Deyir, tasarrufuna bir də zəh vurdum, deyir ki, baxdım zəh çatmadı. 8-ci gecə Ramik ilə danışandan sonra səhər üzü deyir, bu uşaqlar heç nə edə bilməyəcək. Uşaqlar sonra danışır ki, Allahyar yüksəkliklərdir, deyir, səhər üzü deyir, hava şıqlaşanda. Deyir, bir onu aşağıdan çığırdıq, deyir, dedik, baxdıq səs gəldi, deyir, çığırdıq aşağıdan, komandir sən oldu, deyir, bizdən qabaqdaydı, deyir, yüksəklikdəydi. Deyir, dedi ki, deyir, bir onu dedi ki, məni vurdular. Birinci Allahyarı ayağından vurublar, burada sağ ayağından, dizdən yuxarı vurublar. 4 saat, yəni onu uşaqlar da deyir, həmişə deyirlər ki, biz Allahyar kimi zabit görmədi, heç qorxmadı, dimdik ayaqda getdi. Heç əlinə brojilet də geyməyib, kaskada qoymayıb, deyir, heç nə. Deyir, dimdik ayaqda getdi, elə dedi ardımca, qorxmayın ardımca. Yaralı deyir, əmr verdi ki, elə döyüşün, qorxmayın, heç nə olmaz, döyüşün. 4 saat Allahyar yaralı halda döyüşür, 4 saat.